Aha, deməli, belə. Hə. Ee, Pantalasın müasir okeanlara parçalanması Cavid nə vaxt baş verdi? Mezozoyda mənim. Mezozoyda baş verdi, bəli. Bəs yaxşı. Pantalasın sahəsinin artıb azalması əlinə vaxt baş verir. Paleozoyda mənim. Paleozoyda baş vermiş hadisədir. Dördüncü dövrün buzlaşması mövzusu nə vaxt baş verdi? Mən Kaynazoyda. Dördüncü dövrün buzlaşmasına hansı materiklər Cavid məruz qaldı? Mənim Şimali Amerikanın Avrasiya, qitə olaraq da Avropa. Bəli, 3 qitə, 2 materik. Hə, bir də Asiyada olsun. Asiya, Avropa, Amerika, Şimal Amerika Şimali. qitəsi olmaqla bəli, 3 qitə, 2 materik daxil oldu. Əli, 4-cü dövrün buzlaşmasına məruz qalmış bütün ərazilərdə qütb gecələri və gündüzləri müşahidə edilir. Qeyri müəllim, bütün deyə bilmərik artıq orada. Bütün anlayışı geniş anlamda. Yaxşı, bütün qütb gecə və gündüzlərinin müşahidə edildiyi ərazilər 4-cü dövrün buzlaşmasının təsirinə məruz qalmışdır desə, Bəli, artıq bu fikir mənə təsdiq edirəm. artıq bəli, bu Mən fikri düzgün kimi qəbul etmək olar. 4-cü dövrün buzlaşmasının təsirinə məruz qalmış ərazilərdə qütb ulduzu görsənir mövcud. Mən bir də verərsiz sualı. 4-cü dövrün buzlaşmasının təsirinə məruz qalmış ərazilərdə qütb ulduzu görsənir. Mən görsənir. Çox, yəni hamısını görsənməsə də Aklıma görsənir. geldi. Hamısında Dostlar. görsənməsə də görsənir. Mən səhv getdim, mən görsənir, hə, görsənir mən. Görsənir. Qütb ulduzu hansı yarımkürədə Yəni, olurdu? bu Şimal. şimal yarımşar. Şimal Mənim ağlım yarımkürəsində bayaq olur. deməli. O Bəli. bayaq ki ifadə məncə axı düzdür. Cənub yarımkürəsində də qütb gecə və gündüzləri olmur ki. Olsun da. Bayaq dediyinizə müəllimsiz ki, bütün gecə və gündüz olan ərazilərdə dördüncü Uzlaşma diye. Yox, hə, onu deyirsən. Hə, o fikirdə. O fikirdə bəli, hə, çox sağ ol. O fikirdə düz deyirsən. O fikirdə şimal yarımkürəsində, yəni mən fikrimdə onu tutub dedim ona görə. Yəni ona görə, hə. Onu düz deyirsən. Bəli, bütün yəni ki, qütb gecə gündüzün olduğu ərazilər deyə bilmərik təbii ki. Çünki cənub yarımkürəsində bu hadisə olmayacaq. Çox sağ ol diqqətin üçün. Yəni mən fikrimdə şimal yarımkürəsində tutub danışırdım, ona görə şimal yarımkürəsi dedim elə bildim ki. Hə, ancaq o şimal yarımkürəsində bəli, qütb gecə gündüzlərinin müşahidə olunduğu bütün ərazilərdə biz bu hadisəni görməyimiz mümkündür. Sonra de görək bizə Cavid. Okean tipi yer qabığı ilə materik tipi yer qabığının fərqi nədir? Mən materik tipli yer qabığında demək qranit qatı var, amma okean tipli yer qabığında qranit qatı yoxdur. Okean tipində qranit qatı yoxdur. Okean tipi yer qabığında qranit qatı olmamasının səbəbi əli nədir? Mövcud nədir? Hökmə qatın daha qalın olması. Tökmə qatının daha qalın olması bu da qranit qatın formalaşmamasına gətirib çıxarır. Cavid, belə bir sual. Bütün okeanlarda materik tipli yer qabığı mövcuddur. Bütün okeanlarda materik tipli yer qabığı. Hı -hı. Xeyr, Sakit okeanda yoxdur bu. Sakit okeanda yalnız okean tipli yer qabığıdır. Əli, sənin fikrin nədir? Amma mənim rast gəlinə bilər. Rast gəlinə bilər məncə. Mövcud, sənin fikrin nədir? Məncə var müəllim bütün okeanlarda. Niyə görə? Amma demir. Bu məncə orada şübhə yaradır. Deyim mənim. Bu çünki materikin şelfi də axı okeana daxil olmuş olur. Bəli. Materikin şelfində də var. Bəli, materikin şelfi məsələsi var ki, bütün materiklərin şelfi onsuz da okeanların içərisində yerləşir və bu da onu göstərir ki, bütün okeanlarda nədir? Materik tipi yer qabığı, yəni qranit qatı görməyimiz mümkündür. Belə bir sual versək ki, bütün okean tipli tavalarda məsəl üçün qranit qatı görmək mümkündür. Bütün okean tipi tavallarda qranit qatı. Yox, ücə sakit Bu artıq okeanda şərtdir. Sakit olmasın, digər olsun okean tipi tavalar fərqi yoxdur. Heç birində biz qranit qatı görməyəcəyik onsuz da. Sualı belə verə bilər, belə bir sual verə bilər ki, məsəl üçün bütün tavaların sərhədləri bir-birindən üst-üstə düşür. Məsələn, materiklə tavanın sərhədi üst-üstə düşür. Yəni, Afrika materikinin sərhədlərinlə tavanın sərhədi üst-üstə düşür.
Deyir də mən deyəməkdir. Və bunu hər Çünki axı yerdə mən biz deyə bilmərik. Bəzi tavaların üçün müəyyən hissəsində bunu görə bilərik, amma bəzilərində biz bunu təbii ki də görə bilmirik. Çünki tava dediyimiz ərazidə gedir okeanın içərisinə. Məsəl üçün bu tava gəlir çıxır bu əraziyə, belə çıxırsa artıq bu materiklə tavanın sərhədindədir. Üst-üstə burada təbii ki də düşməsini biz görə bilməyəcəyik. Bir də ki, yəni tava anlayışında bu məsəl üçün sakit okean ərazisidir də, eləmi? Bu sakit okean tavası da budur demək olmaz. Bunun içərisində belə bir ərazi var. Bu sakit okean tavası. Başa düşdük. Yəni bunun hər yeri sakit okean tavası hesab edilmir onsuz da. Sonra ağlımda bir qəşəng sual var da, yadımdan çıxdı o sual. Metamorfik süxurlar necə formalaşır Mövlud? Mənim çökmə və maqmatik süxurların yüksək təzyiq və temperatur nəticəsində dəyişməsindən yaranır. Dəyişməsi nəticəsində, çevrilməsi nəticəsində yaranır. Bu yüksək temperatur və təzyiqin təsiri nəticəsində əhəng daşı nəyə çevrilir? Mərmərə müəllim. Qranit nəyə çevrilir? Qneysə. Neysə. Qrafit nəyə çevrilir? Almaza. Daş kömür nəyə çevrilir? Qrafitə. Əhəng daşı, Mərmərə. kristallik şist, Ciliş isə. qrafit, Qrafitə almaz. qum daşı, Qum daşı. Qum daşı. Mərmərə. Yox. Plastik. Qum daşı. kvarsitə, şüşə. Kvars deyil, hə, kvars. Hə. Qranit bəs, Qranit qneysə. gil bəs, Hə, bu artıq ciliş istir. girişdə çevrilir. Çox sağ olun. Cavid, Bir sual verə bilərəm. Bir sual verə bilərəm mən. buyur. Bayaq siz sual dediniz ki, bütün okeanlar materik tipli yer qabığına malikdir. Ona biz nə cavab verdik? Dedik Bəli, bəli, düzdür. Düzdür. Axı mən Everestdə verir ki, sakit okean yalnız okean tipli yer qabığına Bax, malikdir. mən Axı. sənə belə sual, sonra qayıtdım sənə belə sual verdim ki, bütün okean tipli tavalar qranit qatına malikdir. Bu artıq səhv fikir oldu. Okean tipi tava ilə okean söhbəti ayrı bir şeydir ha. Yenə təkrar edirəm. Bax da göstərdim, onu göstərmək istəyirdim. Bu sakit Yəni biz okeandır. Bax, bu sakit okeandır, eləmi? Bəli. İndi belə bir tərəfini göstərdim. Bu sakit okeanın içərisində sakit okean tavası belədir. Bu ərazidir. Başa düşdük? Bütövlükdə sakit okean tavası deyil. Yəni tavalarının sərhədinə adicə baxan zaman sən görürsən ki, məsəl üçün götürək indi deyək Şimal Amerikanın tavası sərhədini götürək, olsa bu bərabər üstə düşür, Afrikada götürüm ya da burada götürüm. Şimal Amerikanın Atlantik okeanda. Görürsən, bu belə gedir. Eləmi? Bax gördük bunun bu qədər hissəsi hara düşdü? Okeana düşdü. İndi sən burada qranit qatı yoxdur deyirsən. Var. Amma mən elə eşitdim ki, siz ona elə bir okean tipli tava deməmişsiniz. Mən də Okean okean tipi dedim. tava demədim. Okean dedim də. Yəni ki, sözün dəyişən bu dedim ki, okean. Bütün okeanlarda qranit qatı var. Bu fikir düzdür. Amma desə bütün okean tipi tavada qranit qatı var. Hə, Bu bu artıq səhv səhvdir. sakit Çünki okean. hava və okean anlayışında, yəni ki, mən ona görə bir də dedim ki, əvvəl sual verdim, hətta dedim ki, tavaların sərhədi üst-üstə düşürmü? Xeyr, bu bəzən düşməyəcəkdir. Yəni bir çox halda biz bunun üst-üstə düşməsini məsəl üçün görə bilmirik onsuz da. Ha, sonra belə bir sual verim sənə. Qızıl və gümüş sənin fikrincə, Cavid, filiz faydalı qazıntıdır yoxsa qiymətli daşlardır? Filiz faydalı qazıntı. Filiz faydalı qazıntıdır. Bəli. Filiz mənşəli faydalı qazıntıları biz çıxardırıq əsasən yayla ərazisindən yoxsa ovalıq ərazisindən? Əlbəttə ki, yay ilə dendasyon ərazilərdə. Dendasiya ərazisi. Nə idi dendasiya? Mənim əvvəllər oraya bir dağlar olub, sadəcə aşınmaya məruz qalıb. Yəni aşınmaya məruz qalıb, toplanmaya aşınıb, elə bir toplanır başqa yerə. Dendasiya nə idi? Aşınıb daşınması. Aşınan suxurların daşınması. Bəzən parçalanma da deyilir. Ümumiyyətlə dendasiyadır, eroziyadır, aşınmadır. Bunlar genəlliklə eyni fikrə gətirib çıxarırlar da bizi demək olar ki. Tərif şəklində verəndə bəli, bunu biz fərqləndirə bilirik, bəli, amma çox vaxtlı suallarda eyni fikri bəhs edir daha çox.
Sonra Hı. platformalar mövcud yaşına görə neçə yer ayrılır? Davam edən platformalar. Cavan platformalar nə vaxt yarandı? Mənim canlı platformalar mənim Kaliodan və Heçsin də yaranıbdı. Lakin müəllim, Kaynozoy dövründə fəallaşıb təzədən. Təzədən fəallaşıb. Paleozoyda yaranıb. Qaynozda təzədən fəallaşıb nə olub? Geosinkronal olub. Yox, müəllim. Prosta Kaynozoyda nətər olubsa müəllim. Ha, nə olub? Şey deyirəm, bu Baykal ətrafı dağlar var idi. Tian Şan, Ha, onlar Sayazaq, demək onlar. istəyirsən. Sən o qırışıq faylları demək istəyirsən yəqin ki. Yox, bu cavan platformalar Paleozoda yarandılar və platform ərazisidir. Onsuz da orada fəallaşma falan heç bir şey yoxdur. Bəs qədim Bəli. platformalar nə vaxt yarandı, Cavid? Mən bu elə qədim platformalar lap əvvəldən də, yəni Paleozoy dövrü. Mən Söhbət uzadırsın. geoloji şeydə də geoloji inkişaf mərhələsində. Mən də bilirəm, onsuz da platforma yaranması geolojide olub da bu heç. Geoloji Konkret hansında olaraq əli nə vaxt yarandı? Arxeya və proterozoyda mənim. Bəli, Paleozoya qədər, Kembriyə qədər olan dönəmdə qədim platformalar yaranmışdır. Ki, yəni bu bizim materiklərimizin bünövrəsini deyir də, yəni qədim platforma dedikdə də. Bundan başqa təbii ki, bir iki dənəsi də var öz yerində. Ha, bəs yaxşı. Belə bir sual verim. Eksogen qüvvələr hansıları tanıyırıq Mövlud? Eksogen qüvvələr hansıları tanıyırıq? Hı -hı. Hansı eksogen qüvvələri tanıyırıq? Məsələn, müəllim, buzların təsiri, küləyin təsiri, ondan sonra yağışın, Məsəl üçün, yeraltı günəş. suların təsiri sənin fikrincə endogen qüvvə yoxsa eksogen qüvvə? Yeraltı sular. mənim eksogen qüvvələri sayılır. Mənim endogen qüvvə yerin daxilində, məsələn, zəlzələ, vulkan var ki. Bəs mən də Yəni yeraltı çox suyu böyük axı faktorlar. şey deyirəm, yerin daxilində deyirəm, axı yerin altında olan sudur. Var müəllim, belə eksogen gedir. Və yeraltı sular eksogen qüvvələr hesab olunur. Yəni yeraltı desək də bu eksogen qüvvələr nədir? Hesab olunacaqdır deyəcəksiniz. Geosinkronal inkişafının əli hansı mərhələlərini tanıyırıq? Neçə mərhələsi var daha doğrusu? Ümumiyyətlə mənim 4 mərhələdən keçir. 4 mərhələdən keçir. Bəli. Hə. Hansı mərhələdə antiklinal və sinklinallar yaranırdı əli? Bu müəllim 3-cü mərhələdir. İkinci mərhələdə. 2-ci mərhələ, bəli, bəli. Bəs müasir dağa əmələ gəlmə? Müasir davam əmələ gəlmə. Bu artıq mənim 2-ci mərhələ deyə bilərik. Üçüncü Üçüncü mərhələ. Dağa mərhələ. əmələ gəlmə üçüncü mərhələdə baş verir. Cavan dağlar üçüncü Hə, mərhələ hesab edilirdi deyəcəksiniz. Yəni hə. Sonra, Cavid sənə belə bir sual verim, diqqətlə qulaq as. Sakit Okean və Nazca havasının toqquşması zonasında formalaşmış vulkanik mənşəli ada. toqquşmasında yox, ayrılmasında Pasxa var mənim. Ayrılmasında bəli, Pasxa adası yerləşirdi deyəcəksən. Belə bir sual. Karib havasının Şimal Amerika ilə toqquşması nəticəsində böyük Zond arxipelaqı formalaşır. Karibin Şimali Amerika ilə toqquşmasında kiçik zond mənim. Mövlud düzmü deyir Cavid? Böyük antik, kiçik antizont yox. Böyük Antil adaları, bəli, böyük Antil adalarının formalaşması baş verdi. Böyük Zond adaları Cənub-Şərqi Asiyada yerləşən adalar hesab edilirdi deyəcəksiniz. Elə ki, belə bir sual verim ki, Böyük Zond adaları, yəni hamısı Hı aid -hı. deyil təbii ki, nəhənglərindən Böyük Zonddan gedir. Alpmala geosinkronal quşağına düşərmi sizcə? Mən axı bu Alp Himalaya geoloji qurşağı axı. Yəni litosfer havasının sərhədinə düşür, amma məncə belə Alp Hə, Himalaya düşür, düşmür. düşür. Bax burada bu ərazilər Yava adası falan, Sumatra adası, Malakka yarımadası ərazilərində Alpmala geosinkronal quşağının davamını görə bilərsiniz ha. Məsələn, o güvənən kitabında səhifə 86-da məncə o olmalı, yoxsa yox, burada verilməyib. Burada verilməyib deyəsən. Hə, onu internetdə mən hansı şəkildə görmüşüm, tapsam onu göndərərəm sizə. Alpmala geosinkronal quşağı gedib çıxır Cənub-Şərqi Asiya adalarına qədər gedib çıxa bilər də, yəni. Orada Zond adalarına gedib çatır. O bir hissəsi ora düşür. Sonra belə bir sual əli sənə verim.
Şimali Amerika və Cənubi Amerikanın qərbi Sakit Okean odlu qövsü adlandırdığımız geosinklinal qurşaqda yerləşir. Xeyr, müəllim. Yerləşir. Yerləşir. Həqiqi. Yerləşir. Bax, adicə yeni kitablarda 7-ci sinifin kitabını səhv etmirəmsə, orada artıq Antkardler geosinklinal qurşağın heç adı çəkilmir və çox düzgün bir şeydir. Və Dimin testində də ki belə bir sual var idi ki, Amerika qitəsinin qərb hissəsi Sakit Okean odlu qövsündə yerləşir. Belə bir şey var idi. Bəli, bu fikir düzgün fikirdir. Bu ərazi Sakit Okean odlu qövsü qəbul edilir. Çünki ora Sakit Okeanın havasının hərəkəti nəticəsində əmələ gəlir və ya da ki, okean tipi havanın formalaşır da, yəni ki, bu ərazilər. Və ona görə də artıq Antkordler geosinkron qurşağın adı o sinif kitabından çıxarılıb. Buyur Əli. Bir də mənim zəhmət olmasa o Sakit Okean odlu qövsünü xəritədə göstərə bilərsiniz əhatələdiyi ərazilər Aha, təxmini. onu bax bu ərazi düşəcək artıq. Belə ki, Asiyanın şərq hissəsi bu ərazilərə düşəcək. Bu Yeni Zelandiya falan var ha, bax bu ərazilər belə düşəcək. Aydın. Bu ərazilər artıq 7-ci sinifin sinif kitabında məncə onun şəklini mən sizə göstərmişdim deyəsən. Bəli, qrupa atmışdınız mən. Hə, məncə qrupa Mənim atmışdım. qrup. Orada yəni ki görsənir açıq-aydın şəkildə. Ki Sakit Okeanın odlu qövsündə yerləşir. Belə xırda şeylər düşür, qəbulda gəlir, cümlənin içərisinə Sonra salınır. bir formada götürək də onda bir İki Sakit formada. Okean oldu, bir də Alp Himalay. Artmalar yox, Antkardler. Biz Antkardler Bax, 3 dənəsini çəkirik, amma yeni kitablarda indi 2 dənəsini verirlər. Yəni iki halı da bilin ki, hə, yəni biz Alp 3 dənə Himalay deyil. çıxartdım. Antkardleri çıxarırlar. Alp Hə, Malayla demək Sakit yəni Okean bir qalır. olaraq Hə, Alp hə, Himalay bir də ümumi Sakit. olaraq bəli, 2 dənəsinin adını deyirik hazırda. Amma ki, testlərdə yəni bu Antkardlerin adı keçirdi onsuz da ədəmin testində. Bu dəyişiklik tam elə oturmur da bizdə. Nəysə, bu belə. Olar. Sonra gəldik buradan belə bir sual. Əli, sənə verin bunu da bu sualı. İran körfəzinin sahəsinin azalmasının səbəbi. Çünki müəllim Ərəbistan havası Avrasiya havasının üzərisinə sürətlə hərəkət edir. Sürətlə gedir deyə. Və buna görə dənizin sahəsi də artmağa doğru gedir. Aha, belə bir sual cavabı sənə verim. Biskay körfəzinin sahəsinin azalmasının səbəbi. Biskay körfəzi dediniz mən. Hmm. Dəqiqən eləyim. Amma o deyəməyəcəm. Hə, bu da maraqlı bir məlumatdır ki, Avropanın həmin o hissəsindən, yəni İspaniya ərazisi ilə Afrikanın şimal hissəsi toqquşmaya məruz qalır və bu toqquşma Pireneya yarımadasını şimala doğru aparır oradan. Və vaxt gələcək ki, Biskay körfəzinin yerində İspaniya, yəni Pireneya yarımadası orada yerləşəcək. Yəni onun tamamilə artıq ərazisini tutmuş olacaqdır. Cəbəli Tayf boğazı genişlənməyə gedir. Cəbəltay Deyə boğazı bilərik. bağlanacaqdır. Bağlanmağını gözləyirik bunun təbii ki də. Yəni Avropa ilə Afrika arasında quru ərazisi, quru sərhəddə yəni olacaq da yəni ki. Sonra Somali tavası deyək buna biz və yaxud da ki Somali yarımadası da deyə bilərik. Yarımadası hansı istiqamətdə hərəkət edir əli? Bu da müəllim elə bil ki, Ərəbistan havasına doğru hərəkət edir. Ərəbistan, bu da Ərəbistan arxasında gedir Şimal demək olar ki. gedir, şərq gedir, şimal şərq gedir, cənub gedir. Hə, o cəhddən, aha, deyə bilərəm ki, bu deməm şimali şimali şərqə doğru gedir. Şimal şərqə doğru Hə, bəli hərəkət etməyini hərəkət biz edir. görə bilərik. Mövlüt okeanının qalıqları. Mənim Tetsu okean qıraqları mənim böyük dənizlər Aralıq, Qara dəniz, Azov dənizi, ondan sonra mənim Xəzər gölü, bəzi mənbələrdə demişdiniz İran körfəzinə verirlər. Ondan sonra Maraq dənizinin daxilindəki dənizlər, Egey, Mərmərə, İyon, Tirrey, Qazaxıstanla Özbəkistan sərhədində bir gölümüz qaldı. Aral gölü. Aral gölü, mənim Aral Aral gölü. gölü. Bəli, bir də ki, orada daxili dənizlərimiz var idi. Kiçik dənizlər, bunlar da bunun qalığı hesab edilir. Tetsu Hə, okeanın parçalanması nə vaxt baş verdi? mən deyirəm, Bəli, Kanozoyda. Kaynezoyda baş verdi. Yerin geoloji inkişaf mərhələsi dövrlərində yer səthində kütləvi vulkan püskürmələri baş verirdi fikri. Doğrudur, yanlışmı? Yerin, bəli, mənim, doğrudur.
Niyə görə deyirik? Bunu hara aid edirik ki? Axı biz dedik yer qabığı yaranmışdı artıq. Yer qabığı yaranmışdı müəllim, lakin çox nazik idi, bazalt qatı idi, amma özünü tam tutmamışdı, bərkiməmişdi. Ha, Ona yəni ki, görə. tam formalaşmamışdı deyə, bəli, arxeida protezoida hələ də nədir? O kütləvi vulkan püskürmələrinin davamını biz görməyimiz mümkün olardır. Belə bir sual Cavid sənə. Ovalıqlara uyğun gəlir sinklinal yoxsa antiklinal? Heç biri mənim. Heç bir. Ya bir dəqiqə. Çox sərt cavab oldu. Antiklinal. Antiklinal. Ovalıqlara uyğun gəlir Antik- sinklinal yoxsa antiklinal? Antiklinal deyil. Xeyr, sinklinal ərazilər ovalıqlara uyğun gəlirdi. Hələ Antiklinal belə bir tapmaydı sual. məncə. Bütün ovalıqlar sinklinal ərazidə yerləşir. Və ya sinklinaldır, belə deyək də. Bir dəqiqə fikirləşim mənim. Bütün O ovalıqlar vaxt geosignaldır. Beyin yakan Ovalıqlar. sorular. Xeyr müəllim, xeyr müəllim. Xeyr. Nəyə görə xeyr deyirsən? Müəyyən hissələri də var ki, onlar elə bil ki, platformaya düşənlər də var. Nə adlanır bu platformada yerləşən enmələr? Sinek bizdə. Onlarla sinikliklər, Sinikliklər. bəli. Bizdə adlanır. Ona görə də bəzilərini bəzisini qrez deyə bilərik. Mən birinci bu sualı verəndə, səki sualın cavabı bu sineklinizlə antikliz təsəvvür eləmişdim. Ona görə heç biri demişdim. Platformanın qalxan hissəsində maqmatik süxurların səthə yaxın yerləşdiyi ərazilərin adlanır Mövlud. qalxan və yaxud da sipər. Qalxan və yaxud da ki, sipər adlanır deyəcək. Bəli. Sonra cavan platformalar əl hansılardır? Turan, Qərbi Sibir, bir də mənim Qafqaz. Duran gəlmişdir. Sonra tektonik dağlar Cavid neçə yerə ayrılır? 3 yerə. Hansılardır? Qırışıq faylı, qırışıq faylı. Bəs mənşəyinə görə dağlar neçə yerə ayrılır? Mənşəyinə görə dağlar Mövlud buyur. Buyur, Qalxan mən bir Sual Vulkan- tərsləməyində. Sual tərsləməyində bir damcı beyniniz yanır. Əli, mən qədim dağlar, bir də cavan dağlar var deyirsən. xeyr, tektonik bir də vulkanik dağlar olmaqla iki yerə ayrılırdı. Mənşəyi, Hə. yəni yaranma mənşəyi nə idi? Bunun tektoniksə vulkanikdir. Belə bir sual bəli, verin. bəli. Bütün geosinklinal qurşaqlarda fəaliyyətdə olan vulkanlar mövcuddur. Yəni tanıdığınız bütün geosinklinal qurşaqlarda fəaliyyətdə olan vulkanlar mövcuddur. Mənim düzdür. Düzdür. Yaxşı. Tanıdığımız geosinklinal qurşaqların içərisində ən çox fəaliyyətdə olan vulkanlar Alt-Malay geosinklinal qurşağında yerləşir. Sakit Okean odlu qövsündə yerləşir mənim. Yaxşı. Belə bir şey deyək onda. Geosinklinal qurşaqlarda sönmüş vulkanlar yoxdur. Var da mənim yox. Bəli. Yəni sönmüş vulkan deyəndə biz platformaya qaçmırıq da. Yəni burada geosinklinal qurşaqdakı sönmüş vulkanlar mövcud ola bilər. Məsəl üçün, dünyanın ən hündür sönmüş vulkanı hansı geosinklinal qurşaqda yerləşir? Ant-Kordilyer müəllim. Lülyako vulkanı. Kordilyer sönmüş vulkandır Lülyako. Çimbarosu. Mən fəaliyyətdə olan getdi ağrım. Çimbarosu, bəli. Çimbarosu vulkanıdır. Çimbarosu vulkanı hansı